Salamlar, vaxtınız xeyir olsun. Mən Adgüzəl Lakşin, insan psixologiyası metodistim. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, yaşı az olub açıq-saçıq geyinmək üstünlük verən bəzi qızlar. Əslində psixologiyada belə bir şey var ki, insan düşüncəsi, şuuru tam inkişaf eləyən yerə qədər bəzən birinə baxıb o nə edirsə onu götürür. Yəni məsələn Nərmin bu geyimi geyinibsə, Fidan da o geyimi geyinəcək. Amma aşırı açıq olub onun pis olduğunun fərqində varmır. Və günümüzdə daha çox bir qlobal bir pis problem var, hansı ki TikTok sosial platformasında həmin yeniyetmələrin çox belə qınaq dərəcəsinə gəlinəcək geyimlərinin reklam olunması və hətta qeyri-etik bəzi rituallar, bəzi çəkilən pis videoroliklər. Bu da pis nədən qaynaqlanır? Əslində ətraf mühitdən də əlavə ailə faktorunun da təsiri var. Xüsusən qız övladlarına analarından daha çox atalarının nəzarəti olmalıdır. Amma ailə daxili bəzən çox kənar diqqətsizlik və düşüncə tərzini, yəni övladın yanaşma tərzinin yola verdiyi olması onun kənar faktorların təsirindən daha çox dəyişməsini gətirib çıxarır. Bu da sonradan bir də el məsələ var, ayrılırlar ki, oba köçüb yurdu qalıb. Artıq bunun açıq-saçıq geyimində küçədə, bazada o dərəcədə reklam olunub ki, hətta sosial platformalarda artıq sən açıq-saçıq geyməsən nə var? Artıq sənin adın ləkələnib. Ona görə bəzən övladların ümumən yaşam tərzinə diqqət etmək lazımdır ki, sonradan sən nə qədər də peşman olsan da, nə qədər də yəni həmin problemi aradan qaldırmaq istəsən də artıq bu gec olacaq. Heç bir yerə faydası olmayacaq. Və son olaraq ümumən həmin yaş dövründə oxuyan, istər məktəbdə olsun, istər hər hansı bir ali təhsil müəssisəsində oxuyan tələbələr olsun, şagird və tələbə fərq etməz. Ümumən xüsusən yəni 18-19 yaşa qədər mütləq şəkildə diqqət mərkəzində qalmalıdırlar. Çünki nə qədər də deyilsə də geyim insanı formalaşdırmır, xeyr elə deyil. Geyim insanı formalaşdırılmasaydı, hər hansı bir dövlət müəssisəsində rəsmi, yəni ictimai içərisində hər kəs sportini ilə durub işə gedərdi. Geyinərdi, sportivinsin, gedərdi. Və ayağında tapska ya da hər hansı bir Vyetnamka ilə gedərdi. Niyə kostyumla, ağ köynək, qara şalvar deməli rəsmi dövlət yeridir. Və ya eyni ilə gəzindiyi hər kəs durub rahat paltarda yox, iş paltarında gedərdi. Deməli, ümumən istər hər hansı geyim olsun, xüsusən açıq geyimlər daha çox diqqət mərkəzində və yeniyetmə yaşlarında olan, xüsusən qızlar tərəfində bu ilki müasir dövrün qlobal problemlərindən biridir. O dərəcədə aşırı bir pis vəziyyətə gəlib ki, artıq insanlar həqiqətən də cəmiyyətdən kənar düşüblər. Ümumən mütləq şəkildə valideynlərin övladlarına, yəni xüsusən 18-19 yaşa qədər geyimlərinə diqqət etməlidir ki, səhər o da bir ailə quracaq bir anadır deyək. Yəni qız yaşından formalaşıb müəyyən etaba qədər çatıbsa. Belə. Suallarınız olduğu təqdirdə şərh bölməsinə yazа bilərsiniz. Və hər hansı bir fikirləriniz varsa qeyd edə bilərsiniz.